Assalamu alaikum dostlar. Yeni rubrikaya start verirəm. Birgə sizinlə TikTokda olan rastıma çıxan videoları izləyib onlara şərh edəcəm. Təbii ki, bu videolar mənim sahəmə aid olan videolardır və gəlin izləyək. Ekranda gördüyünüz kitab Yevreyi kitabıdır. Sənə əməli kim edib, əməli hara bastırıblar, əməli nə üçün ediblər, həyat yoldaşının həyatında qadın varmı, sənə xəyanət edirmi, düşmanın kimdir, əməl edən şəxsin bir figurasının formasını deyirəm. Yəni mən nə ritualla iş görən deyiləm, nə də tarotla iş görən deyiləm. Sənin gördüyün iş ondan da betərdir. Deyiləm. Şamal gedib rituala, tarota pulu verirsiniz, sonra deyirsiniz ki, işimiz alınmadı. Ay qardaş, ay bacı, bir şam, bir ritual bir insanı xoşbəxt etmir. Hələ eşitmişsiniz Nə xoşbəxtdir, Yahudi kitabı xoşbəxt edir. Və yaxud ritualla kimsə xoşbəxt olsun, xeyr. Onlar hamısı boş şeylərdir. Yazıqsınız, əziyyətlə pul qazanırsınız. Pulunuzu elə insanlara tökməyin. Bəli, mən də bilirəm, siz də xoşbəxt olmaq istəyirsiniz. Nəysə, sona qədər baxmadım əziz izləyicilər. Deməli, adam özü etiraf edir ki, mən Yahudi kitabı ilə baxıram. Əməli kim edir, forması nədir, fiquru nədir, nə bilim, sənin həyat yoldaşının həyatında bir kəs var, yoxdur, bunların hamısını baxıram deyirəm. Yəni, sənin etdiyin baxıcılıq deyil ki, sənin etdiyin qeybdən xəbər vermək deyil. Bu deyil bizim dinimizdə küfr olan. Təbii ki, bu insan özü üçün mən əminəm ki, özünü İslama nisbət etmir, özünü müsəlman saymır və etdiyi əməl də təbii ki, böyük küfürdür. Əziz izləyicilər, deyir ki, mən ritual etmirəm, şamla etmirəm və s. və ilaxır gedirsiniz, nə bilim, şamana pul verirsiniz, siz də xoşbəxt olmaq hüququnuz var, siz də xoşbəxt olmaq istəyirsiniz, siz də əziyyət çəkirsiniz. Bu bir psixoloji bunun istifadə etdiyi bir hilədir. Yəni, bu sizin narahatçılığınızı sadalayaraq, mən də bilirəm, siz xoşbəxt deyilsiniz, əziyyət çəkirsiniz. Demək istəyir ki, yəni ki, mənim sizin dərdinizdən xəbərim var, ona görə mənim yanıma gəlin, mən ona çarə qılım. Belə tələlərə uymayın. Belə dələduzların qurduğu yuvalara düşməyin. Tələlərə düşməyin. Əziz izləyicilər, bu birbaşa baxıcılıqdır və bu insan özü də göstərdiyi bu kitabda cadu rituallardır. Başqa nədir ki, nə göstərirsən ki, nə kitab açmısan ki, bəyəm tibbi kitab açmısan, özü 10 manata da baxır. Hər bir insan deyir ki, 10 manatdır da, verim, baxım görüm nə var, nə yox. Baxdırır, sonra gecə gündüz yata bilmir ki, mənə əməl olundu. Bununla bitmir axı. Bu sizə deyir ki, sizə əməl olunub, sizin üzərinizdə bədnəzər var, pul verin, sizi təmizləyim. Bu formada da sizdən böyük